Deməli, səbəb maliyyə yükü ilə bağlı deyil, daha çox idarə etməklə bağlıdır. Siyasəti yalnız əlahiddə bir sahə deyil ki, məsələn, siz orada güzəştləri daha çox artırasınız və nəticə əldə edəsiniz. Kənd təsərrüfatında hansı bir, tutaq ki, məhsul istehsalının yaradılması həmin sahədə məhsuldarlığın artması mənasını vermir. Bizdə daha çox nəyə üstünlük verirlər? Məsəl üçün, həmin o Niderlanddan, Hollandiyadan inək gətirməyə və yaxud da oradan qoyun gətirməyə. Amma nəticə etibarilə biz indi görürük ki, Manqostandan gətirilən qoyunlar daha ucuz başa gəlir və insanlar ondan daha çox istifadə edirlər. Məsələn, icra hakimiyyəti başçıları təyin olunanda nə edəcəyini məncə tam təsəvvür edə bilmirlər. O icra başçılarının çoxu mən inanıram ki, o rayonun iqtisadi infrastrukturunu tanımır. Bu dəyişməsə bizim ümumiyyətlə böyük mənada regionlarla paytaxt arasındakı uçurumlar böyüyəcək. Bu adamların bir çoxunun dövlətçi düşüncələri yoxdur. Ümumiyyətlə nə edəcəyi haqqında strateji vizyonları yoxdur. Aralıq addımları yoxdur, hədəfləri yoxdur. Bölgələrin iqtisadi inkişafı üçün fürsətləri artırmalıyıq. Bu düşüncə tərzi dəyişməsə, investor heç vaxt gətirib ora investisiya qoymaz. Əgər bu problemi biz həll edə bilsək, bizim artıq biznesin problemi olmaz. Biraz mən açıqlığına şübhə yanaşıram. Hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Yurttaşın növbəti verilişi ilə qarşınızdayıq. Bu gün də biz Azərbaycanın bölgələrindəki iqtisadi məsələlərlə bağlı müzakirəmizi aparacağıq və studiyamızın qonağı tanınmış iqtisadçı ekspert Məmməd Talıqlıdır. Məmməd bəy, xoş gəlmisiniz. Xoş gördük. Sizin hər zaman iqtisadi təhlilləriniz geniş ictimaiyyət tərəfindən diqqətlə qarşılanır. Ona görə məsələn, bu ərəfələrdə əsasən də nəzərə alsaq ki, dövlət büdcəsi ilə bağlı gərgin müzakirələr gedir, növbəti ilin büdcəsi ilə bağlı və bu səbəbdən düşündük sizinlə müzakirə edək bu məsələləri. Elə gəlin başlayaq 2026-cı ilin dövlət büdcəsindən. Gəlirlər, xərclər nəzər salaq. Ümumiyyətlə, insanlar bir növ təşviş içindədirlər. Bəziləri bu vergilərin artırılmasından, bəziləri digər məsələlərdən çox narahatdır. Gəlin bir sadə dildə izah edək, bizi nə gözləyir 2026-cı ildə? Murad bəy, əvvəla mən də sizi və tamaşaçılarınızı salamlayıram və güman edirəm ki, sizin bundan əvvəlki verilişlərinizə mən baxmışam, kifayət qədər rəngarəng, spektri, fərqli bir mövzulara, tematikası fərqli olaraq mövzulara müraciət eləmişsiniz. Və sizin bu xoş niyyətli, xoş məramlı, uğurlu yolunuzda sizə daha da böyük uğurlar və eyni zamanda media uğurları da çox arzu eləyək. Arzu eləyək ki, həyata keçirdiyiniz bu layihələr maariflənmənin coğrafiyası, təsirləri o qədər böyük olsun ki, bizim Azərbaycan insanları daha çox belə media qurumlarından daha çox informasiyalar alsınlar. Çünki 21-ci əsrin əsas göstəricilərindən biri insanların informasiya ilə yüklənməsidir. Yəni 21-ci əsr necə informasiya əsridirsə, 21-ci əsrin insanı da əslində informasiya yüklü insan olmalıdır. O baxımdan insan 21-ci əsrdə yaşarmış kimi özünü hiss eləyə bilər. Amma insanın informasiyası yoxdursa, etiraf eləyək ki, o biraz da arxaik dövrü xatırlayır, keçmişdə qalıbdır, hələ də çağdaş dövrün şərtlərinə uyğunlaşa bilmir. O baxımdan maraqlı bir missiyanız var və bu missiyada sizə uğurlar arzu edirəm. O ki, qaldı dövlət büdcəsi, həqiqətən dövlət büdcəsinin müzakirəsi cəmiyyət tərəfindən çox maraqla qarşılana bilən bir mövzudur, iqtisadi mövzudur və bu cəmiyyət ehtiyaclarının qarşılanması məqsədi ilə gəlir və xərclərin elə bir tənzimlənməsi alətidir ki, burada biz daha çox dövlətin ali maliyyə sənədi olaraq hər şey büdcədən görə bilirik. Yəni, büdcə sənədini biz oxuya bilsək, büdcə sadəcə bir rəqəmlərin toplusu deyil. Eyni zamanda növbəti ilin mesajıdır, büdcə mesajıdır. Büdcə haqqında təəssüratlar yaradır, büdcə haqqında gözləntilər yaradır. Büdcə bütün bunların hamısını hər bir bəsrək gözü açıq olan iqtisadçılar tərəfindən başa düşülür. Bu baxımdan mən razıyam ki, büdcə mövzusu biraz da ilin sonuna doğru gedir və növbəti ildə büdcə gözləntiləri var bizim vətəndaşlarda. Bu baxımdan növbəti ilin büdcəsini sizin belə nəzakətli formada eyhamla ifadə etdiyiniz ki, mən çalışacağım ki, belə asan, orta statistik vətəndaşlarımızdan başa düşdüyü dildə olsun deyə 100 manatlıq bizim təsəvvür edin ki, bir büdcəmiz vardır. Yəni 100 manatlıq bizim bir gəlir piroqumuz var. Bunu biz 33 manatını
deməli neft fondundan götürüb, yəni biz ona transfertlər deyirik. Neft fondundan götürüb dövlət büdcəsinin gəlir mənbəyinə qoyuruq və bu bizim gəlir mənbəyimizin bir əsası hesab olunur. Əvvəllər hər zaman birinci yerdə əsas donorumuz olurdu neft fondu. Amma indi artıq bir neçə ildir ki, neft vergilərdən daxil olmalar neft fondunu üstəliyibdir. Məsələn, vaxt vardı ki, Azərbaycan dövlət büdcəsinin gəlirinin hər 100 manatını 60 manatı 60.3 manatı bir il olubdur ki, ən yüksək neft fondundan transfertlər təşkil edibdir. Və sonra bu nisbət aşağı düşübdür. İndi hazırda bu rəqəm 33 manatdır. 44 manat bizim vergilər xətti ilə daxil olmalardır. Vergi ödəyicilərinin daha çox çiyinləri üzərində durur bizim büdcəmiz və 18 manat isə gömrükdən daxil olmalardır və 3 mənbəmiz bizim 95 manat edir cəmi olaraq. Yerdə qalan 5 manat isə digər mənbələr təşkil edir. Burada büdcədən kənar fondlardır və sair daxil olmalar mənbəyimiz vardır ki, yəni bu ümumi diapazon, gəlir diapazonumuz bundan ibarətdir. Və xərclərin parametrlərinə gələndə isə xərclərimizdə vəziyyət belədir ki, 41% bizim sosial yönümlü xərclərdir, ağırlıq sosial yönümlü xərclərdir təşkil edir. Orada bizim deməli hardasa 12 manat, 100 manat 12 manatı təhsil xərcləridir. Bir o qədər 12 manat səviyyəsində olan bizim sosial müdafiə, sosial təminat xərclərimizdir. Orada səhiyyə xərclərimiz də var, o çox kiçik bir rəqəmlərlə ifadə olunur. İkinci ən böyük sosial yönlü xərclərin istiqamətindən sonra gəlir bizdə ikinci mərhələdə durur müdafiə və milli təhlükəsizlik xərcləridir. Bu 21 manat təşkil edir. Və nəhayət üçüncü iqtisadi fəaliyyət xərclərimizdir. Burada da 19 manat da bu istiqaməti xərcləməyə nəzərdə tutulur. Və gəlirlər və xərclər istiqaməti, gəlirlərin daxil olma mənbələrini qeyd etdik. Xərclər istiqaməti də təxminən bunlardan ibarətdir. Və düzdür, ekspertlər vurğulayır ki, neft fondundan transfertlərin get-gedə azalması məqbuldur, yəni bu daha düzgün addımlardır. Lakin sahibkarlar əsasında və biz bölgələrlə bağlı bir çox yazılar dərc edən zaman orada şərh bölməsinə baxaraq yazırlar ki, bölgədə çalışan sahibkarlar, kiçik və orta sahibkarlara böyük yük düşəcəkdir vergilərə görə və bir çoxu deyir ki, onsuz da çətin idi durumumuz, indi lap çətinləşəcəkdir. Yəni bax, məhz Bakıda biraz iqtisadi aktivlik kifayət qədər yüksəkdir. Bakıdan kənarda olan sahibkarlar bu vergini necə sezir özlərində? Əvvəla qeyd edim ki, Azərbaycan iqtisadiyyatında bölgələrin payı kifayət qədər azdır və vergilərin yükünün böyük olması onlar üçün ağırlıq yaradır. Məsələn, kənd təsərrüfatı istehsalçıları üçün, fermerlər üçün kənd təsərrüfatı ümumiyyətlə vergi yükü çox deyil. Yalnız torpaq vergisi istisna olmaqla onlar bütün vergilərdən azaldılır. İndi sual yaranır. Əgər bir sahibkar yalnız simvolik səviyyədə olan torpaq vergisi verəndən sonra başqa heç nə vermirsə, məntiqlə orada istehsal formalaşmalıdır da, orada xidmət genişlənməlidir, orada hər hansı bir işgüzar aktivlik artmalıdır. Biz baxırıq ki, əslində yalnız bir sahibkara pul verib kənara çəkilmək və yaxud da ki, onları birbaşa subsidiyalaşma var, bir də dolayı subsidiyalaşma var. Birbaşa subsidiyalaşma odur ki, siz vətəndaşa məqsədli dövlət proqramlarının icra olunması üçün ayrılan əvəzsiz maliyyə yardımlarıdır büdcədən, bu subsidiyadır. Bu birbaşa subsidiyadır. Amma dolayı subsidiyalaşma da vardır ki, siz onları hər hansı bir vergi yükündən azad edirsiniz, əlverişli sığorta şərtləri yaradırsınız, hansısa bir logistik dəstək göstərirsiniz və dolayısıyla sahibkarın əldə etməli olduğu gəliri dövlət hansısa yollarla onun əlindən almır. Əksinə onun özündə saxlamağa meyl edir. Amma bizdə görürük ki, birbaş və dolayı subsidiyalaşması olmasına baxmayaraq və vergi yükünün ağır olmasına baxmayaraq bizdə kənd təsərrüfatı inkişaf etmir. Deməli, səbəb maliyyə yükü ilə bağlı deyil, daha çox idarəetmə ilə bağlıdır. Və ona görə də bizim bölgələrimizdə hazırda kənd təsərrüfatında vəziyyət bundan ibarətdir ki, məsələn, məşğul əhalinin 38% kənd təsərrüfatı sahəsində çalışır. Hər halda rəsmi məlumatlara görə belədir, amma məsələn, mən şəxsən hesab edirəm ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin 38% kənd təsərrüfatında çalışmır. Belə deyək ki, məsələn, onun torpaq adına torpaq var
məsələ Şəmkirli bir vətəndaşımızdır. Şəmkirdə qeydiyyatdadır, amma məsələ Rusiyanın bazarında hansı bir ticarətlə məşğuldur. O məntiq olaraq məşğul əhali qrupu olaraq Azərbaycan Statistik Komitəsinin məşğul əhali kimi qeydə alınır. Lakin o istehsal etdiyi məhsul, xidmət, məsələn Rusiyanın ümumi daxili məhsulundan hesablanır. Və bu tipli müqayisələri daha da artırmaq olar. Deməli, məsələ bizim kənd təsərrüfatının inkişaf etdirilməsi üçün daha çox belə deyək ki, çox çeşidli, çox variantlar təklif etmək və bunun nəticəsini ölçə bilməkdən ibarətdir. Məsələn, siz fermerlərə verilmiş subsidiyalar hesabına düşünə bilməzsiniz ki, kənd təsərrüfatının ümumi daxili məhsulda həcmi artmalıdır. Məsələn, o məntiqlə biz yanaşsaq, 2007-ci ildən Azərbaycan enerji daşıyıcıların qiymət artımından sonra subsidiyaların verilməsinə başlanılıbdır. O vaxtdan indiyə qədər təxminən 3 milyard manata yaxın aqrar subsidiyalar verilibdir. Məsələn, bu verilmiş aqrar subsidiyalar həmin vaxtda kənd təsərrüfatının ümumi daxili məhsulda payı 6-7% idi. İndi də o nisbətdədir. Və bu dəyər yaratmayıbsa, deməli məntiqlə subsidiyalar effektiv olmayıbdır. Deməli subsidiyaların başqa mexanizmlərinə baxmaq lazımdır ki, biz harda səhv edirik? Bu ünvanlıdırmı yoxsa yox? Bizə taxıl əkənlə tütün əkənə eyni subsidiya verməyin mənası nədir? Və yaxud da ki, Maliyyə Nazirinin son hesabatına siz baxdınız və sizin mən saytınızda da mən rast gəldim ki, məsələn, hər iri buynuzlu deməli heyvanların balası üçün 100 manat subsidiyalar verilirdi. Amma Maliyyə Nazirinin hesabatında göstərilir ki, deməli əksinə ölkədə iri buynuzlu və kiçik buynuzlu mal-qaranın sayı azalıbdır. Bu subsidiyalar verilirsə məntiqlə artmalıdır, amma biz əksin görürük. Bu Kobra effektinə bənzər bir anlayışdır ki, həqiqətən dövlət bir siyasət yürütmək istəyir, başqa bir reallıqla üz-üzə qalır. Ona görə də kənd təsərrüfatı siyasəti yalnız əlahiddə bir sahə deyil ki, məsələn, siz orada güzəştləri daha çox artırasınız və nəticə əldə edəsiniz. O zaman belə deyək, effektiv ola bilər ki, kənd təsərrüfatı siyasəti, məsələn, vergi siyasəti ilə uzlaşdırılsın. Kənd təsərrüfatı siyasəti gömrük siyasəti ilə uzlaşdırılsın. Kənd təsərrüfatı siyasəti, məsələn, fiskal siyasətlə uzlaşdırılsın, monetar siyasətlə uzlaşdırılsın, qanunvericiliklə uzlaşdırılsın və bunlar qarşılıqlı simbiyoz formada tətbiq olunanda bu nəticə verə bilər. Ona görə də kənd təsərrüfatında hansı bir tutaq ki, məhsul istehsalının yaradılması həmin sahədə məhsuldarlığın artması mənasını vermir. Mən bir neçə nümunə deyə bilərəm o fikirlərindən bağlı. Məsələn, siz Efiopiyada məsələn 54 milyon inək var. Və yaxud da Sudanda 42 milyon inək var. Amma heç bir ölkə, bu iki ölkənin heç biri kənd təsərrüfatının istehsal və ixracat üzrə belə deyək ki, tanınmış bir ölkə deyil. Amma məsələn, Hollandiyada 11 milyon inək var. Amma bütün dünya, az qala Avropanın əhəmiyyətli bir hissəsinin süd və süd məhsullarının istehsalı və ixracatı Hollandiyadan asılıdır. Və kənd təsərrüfatı məhsulları da daxil olmaqla süd və süd məhsulları Hollandiya ən böyük kənd təsərrüfatı istehsalçısı kimi tanınır. Və yaxud da ki, siz deyə bilərsiniz ki, kənd təsərrüfatını necə inkişaf etdirə bilərsiniz? Türkiyənin ən yaxşı məhsuldar sahələrindən biri, məsələn, Bursadır. Bursada 1 hektar ərazidə pomidor əkəndə siz 6 ton pomidor yığa bilərsiniz. Amma İsraildə bu rəqəm 40 tonun üzərindədir. Yəni, bu onu göstərir ki, çoxlu sayda belə nümunələrin təbii ki, sayını artırmaq olar. Bu onu göstərir ki, siz kənd təsərrüfatında bir siyasəti həyata keçirmək istəyərkən, onun nəticəsini ölçülə bilən hansısa göstəricilərlə yaratmalısınız. Onu ölçə bilməlisiniz. Yoxsa büdcədən vəsait ayrılır, vətəndaşın vergiləri hesabına toplanmış vəsait verilir fermerlərə. Onun da şəffaflığı biraz qaranlıq olur, səmərəsi qaranlıq olur, hesabatlığı qaranlıq olur. Onda biraz mənasız bir fəaliyyət olur. Ona görə də əgər 2007-ci ildə başlanmış bu subsidiya siyasəti arzu olunan nəticəni vermirdirsə, bunu bir müddətdən sonra ya mexanizmi dəyişmək lazımdır və yaxud da ki, o siyasəti dayandırmaq lazımdır və bunun əsasında iqtisadiyyatı qurmaq olar. Və siz bayaq misal çəkdiniz, bizdə daha çox nəyə üstünlük verirlər? Misal üçün, həmin o Niderlanddan, Hollandiyadan inək gətirməyə və yaxud da oradan qoyun gətirməyə. Amma nəticə etibarilə biz indi görürük ki, Manqostandan gətirilən qoyunlar
daha ucuz başa gəlir və insanlar ondan daha çox istifadə edirlər. Nəinki həmin o digər gətirdiyimiz, subsidiyadan gətirdiyimiz heyvanlarla bağlı. Və Məmməd bəy, belə başa düşdüm ki, kənd təsərrüfatındakı yeni baxış lazımdır və bu yeni baxışa da belədir, yeni kadrlar lazımdır, yeni düşüncə lazımdır. Ümumiyyətlə, son dövrlər yerlərdə olan kadrlarla bağlı da bir çox narazılıqlar var. Bu baxımdan ki, yəni bürokratik əngəllər olsun, istər digər maneələr olsun, bununla bağlı həm kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, həm digər sahələrdə fəaliyyət göstərənlər deyirlər. Və belə deyək, bir növ ümid var ki, regionlarda idarəçilik mexanizminin dəyişdirilməsindən sonra artıq bu problem həll olunacaqdır. Yəni yerli icra orqanlarının dəyişiklik nümayəndəlik olması və s. Ümumiyyətlə bununla bağlı necə düşünürsünüz? Bu dəyişiklik hər hansı bir irəliləyiş edəcəkmi, yoxsa yenə də formasiyanın dəyişməsi baş verəcək? Məsələn, icra hakimiyyətlərinin başçılarının dəyişilməsi və yaxud da ki, onlar üzərində hansı bir inzibati, administrativ təzyiqin olması, həbs dalğası və s. bunlar bu problemi açıq həll etmir və onlar da məsələn, icra hakimiyyəti başçıları təyin olunanda nə edəcəyini məncə tam təsəvvür edə bilmirlər. Onlara elə gəlir ki, əvvəlki icra başçılarının etdiklərini də bu da təkrar etsə, bu artıq işin bitirmiş hesabı olur. Amma biz görürük ki, kənd təsərrüfatında, xüsusilə də o rayonların icra başçıları ki, kənd təsərrüfatı bölgələridir. Orada siyasət fərqli olmalıdır. Siyasət elə olmalıdır ki, həmin o icra hakimiyyətinin başçıları, məsələn, onlar qarşısında bir belə tələb qoyulmalıdır. Mən bir çox bölgələri misal çəkə bilərəm. Bu icra başçılarının çoxu mən inanıram ki, o rayonun iqtisadi infrastrukturunu tanımır. O infrastrukturun belə deyək ki, hansı iqtisadi uqlada olduğunu bilmir. Onlar bir çox hallarda təyin olduqları icra başçısı olduqları rayonu bir çox hallarda xəritədən tanıyırlar. Məsələn, o insanların mentalitetini bilmirlər. O insanların istehsal vərdişlərindən xəbərləri yoxdur. Kənd təsərrüfatı bacarıqlarından məlumatları yoxdur. Orada məsələn biznesə məşğul ola biləcək potensial sahibkarları tanımırlar. Onlar gəlir, köhnələrlə vidalaşırlar. Özləri üçün də ətrafda nepotizm, tribalizm baxışa görə yeni bir komanda yaradırlar. Bu da olur bunların komandası və görürük ki, köhnə hamam köhnə tas məsələsi olur. Onda bu siyasət dəyişilməlidir. Bu dəyişməsə bizim ümumiyyətlə böyük mənada regionlarla paytaxt arasındakı uçurumlar böyüyəcək. Məsələn, siz dediniz ki, bölgələr. Naxçıvan Muxtar Respublikasının 420 min əhalisi var. Məsələn, siz indi hazırda real statistika aparsanız, o bölgədə təxminən 120 min insan yaşayamaz. Onlar da kimlərdir? Ya pensiyaçıdır və yaxud da dövlət qulluğunda çalışanlardır. Siz şəhərdə gedəndə, məsələn, kütləvi insanları heç vaxt görə bilmirsiniz. 10 illərdir ki, burada vəziyyət belə də davam edir. Deməli, nə baş verir? Burada olan insanların, 300 min insanın ora qayıdışı üçün real məzmunlu reformalar lazımdır. Məsələn, indi son 2 dəyişikliklər baş verib. Məsələn, mən bilmirəm ki, sonuncu bu icra nümayəndəsi rəhbərliyə təyin olmuş şəxsdən gözlənti nədən ibarətdir? Məsələn, bir nömrəli gözlənti nə olmalıdır? Sosial reabilitasiya proqramları olmalıdır və yaxud da ki, insanların qayıdış proqramı olmalıdır. İşgüzar aktivliyi olan, bizneslə məşğul olan insanlar, məmur kimliyi olan insanlar, elmi fəaliyyətlə məşğul olan insanlar vardır ki, onlar oradan başını götürüb qaçıblar. Türkiyəyə, Orta Asiyaya, Bakıya və s. İndi əgər bu iqtisadi aktivliyi bərpa etmək istəyirsə, məhsul istehsal etmək istəyirsə, bu məhsul ala biləcək istehlakçı kütləni yaratmalıyıq. Bu 400 min, 420 min nəfər yerində deyilsə, biz deməli ümumi daxili məhsulumuz məntiqli az olacaq da, kiçik həcmli olacaqdır. Və yaxud da ki, istehsalçılar azdırsa, eyni zamanda istehlakçı kütləsi də məhduddursa, deməli biz onda ixracat üçün məhsul istehsal etməliyik. Ona görə də görürsünüz, verilir dotasiya xərcləmir. Bir bölgənin rəhbəri dotasiya xərcləmir. Mərkəzi büdcədən sizə verilmiş dotasiyanı xərcləmirsə, məqsədiniz nədir sizin? Siz qənaət etmək istəyirsiniz. Bu adamların bir çoxunun dövlətçi düşüncələri yoxdur. Nədən ibarətdir? Onlar biznesmen,
korporativ idarəetmə təfəkkürü ilə idarəetmədə vardılar. Məsələn, onlar hesab edir ki, şirkət necə qənaət etməlidirsə, məsələn, bir rayonun icra başçısı da ictimai vəsaitə qənaət etməlidir. Şəffaflıq hesabına qənaət edirsə əla, hesabatlıq üzərinə qənaət edirsə əla. Amma siz əgər öz reputasiyanızı qoruyub saxlamaq üçün ki, mən təmiz insanam, mən heç bir layihə həyata keçirmirəm, hamısına bir atqat əldə etmirəmsə, siz onda bunu verin sahibkarlara və yaxud da ki, infrastrukturunu da bəlli bir səviyyəyə gətirib çatdırmışsa, infrastrukturun da bir doyma həddi varsa, küçələr təmizdirsə, nə bilim, binaları yaxşı remont etmişsinizsə, təmir etmişsinizsə, deməli, artıq bizim görməli olduğumuz başqa işləri var. Kənd təsərrüfatı məhsulu, emal müəssisələri, istehsal müəssisələri qurmaq lazımdır. Amma məqsədiniz nədir ki, siz vətəndaş ac qarnına təmiz küçələrdə gəzə bilməz. Bunu başa düşmək lazımdır. Və yaxud da ki, biz o xəstəliyin ilk olaraq meydana gəlməsi, genezisidir, diaqnostikasını düz müəyyənləşdirməliyik, sonra onunla bağlı müalicəyə başlamalıyıq. Elementar tibbi düşüncə bunu tələb edir. Bir cəmiyyətin, bir qrupun, bir icmanın problemi də bu cür həll olunmalıdır. Amma biz baxırıq ki, gələn icra hakimləri və rəhbərlər ümumiyyətlə nə edəcəyi haqqında strateji vizyonları yoxdur. Aralıq addımları yoxdur, hədəfləri yoxdur, bir çox hallarda məqsədləri də yoxdur. Yəni, nə üçün orada olduqlarını həll edə bilmirlər. Və bu şərtlər daxilində bizim bölgələrlə paytaxt arasındakı uçurum artır. İnkişaf səviyyəsi fərqlənir. Və yaxud da ki, sadə bir rəsmi məlumatlara istinad etsə, real vəziyyətimiz indiki halda bizim belədir. Ölkədə, deməli, ümumi daxili məhsulun ölkə üzrə formalaşmasının 76% Abşeron iqtisadi rayonunda formalaşır. Yəni, bu qədər yerdə qalan 13 iqtisadi rayonunda formalaşmış ümumi daxili məhsul 24%-dir. Müqayisə edeyim, üçün deyim ki, bu Cənubi Qafqaz ölkələrində ən yüksək göstəricidir. Ermənistanın paytaxtı Yerevanda ümumi daxili məhsulu, Ermənistanın bütövlükdə ümumi daxili məhsulunun 62%-dir. Tbilisi, Gürcüstanın paytaxtı olan Tbilisidə ümumi daxili məhsul, Gürcüstanın ümumi daxili məhsulunun 53%-dir. Görürsünüz, hər ikisindən biz deməli gəlirlərin daha çox konsentrasiya olunması, eyni zamanda formalaşması riski bizdə paytaxtdadır. Əslində biz onda məntiqlə Azərbaycan iqtisadiyyatı haqqında danışarkən əslində Abşeron iqtisadi rayonuna danışırıq. Razısınız da yəqin mənimlə ki, Abşeron iqtisadi rayonu nədirsə, onun ağırlığı nədirsə, bizim bütövlükdə Azərbaycan iqtisadiyyatının ağırlığı odur da. Ona görə xarici ekspertə gəlib Bakıda araşdırma aparıb qayıdırlar geri. Yəni ehtiyac yoxdur. Məsələn, biz desək ki, bu nisbət başqa ölkədə fərqlidir. Məsələn, Cənubi Qafqaz ölkələrində indi deyirlər ki, bu bizdə axı təbii ehtiyatlar, neft, qaz Abşeron iqtisadi rayonundadır. Coğrafi olaraq yəni orada yerləşir. Obyektlər, istehsal, hasilat obyektləri oradadır. Məntiq var. Amma məsələn, gəlin resurslar zəngin, gəlin bir bizimlə müqayisə gələ biləcək hansı ölkə ola bilər. Məsələn, postsovet respublikalarından biz Qazaxstana baxırıq. Qazaxstan bizimlə oxşar müqayisəsi var da, təbii ehtiyatlarla zəngindir, müstəqillik baxımından start xəttimiz eynidir, 30-32 illik, 35 illik müstəqillik tariximiz var və s. Amma məsələn, onlarda Astananın deməli ümumi daxili məhsulu Qazaxıstanın ümumi daxili məhsulunun 20%-dir. Ən yaxşı göstəricilər yer düşmüşkən postsovet məkanında məhz Qazaxıstandadır. İstanbulun ümumi daxili məhsulunun qeyri-safi yurt içi hasilat, Türkiyənin bütövlükdə qeyri-safi yurt içi hasilatının 33%-dir. Yəni belə müqayisələr kifayət qədər artırmaq olar. Deməli, bu məsələlər ona görə həll olmalıdır ki, onda siz hansısa bir region və paytaxt arasındakı uçurumları aradan qaldırasınız. Bu demoqrafik disbalans aradan qalxsa, görəcəksiniz ki, paytaxtda yaşamaq hamının komfort və istəyi olmayacaq. Bütün bölgələr, məsələn, Türkiyədə Ankarada yaşamaq, İstanbulda yaşamaq, İzmirdə yaşamaqla prinsipial fərqi yoxdur. Yəqin ki, çoxlu sayda belə nümunələr çəkmək olar və yaxud da ki, Trabzonda yaşamaq. Çünki onların hər birinin əlahiddə bir hekayələri var, uğur hekayələri var, inkişaf hekayələri var. Amma əgər bizdə o hekayələr yoxdursa, bir bölgədə
ifrat səviyyədə adam başına düşən ümumi daxili məhsul çoxdursa, gəlirli səviyyəsi çoxdursa, başqasının azdırsa, məntiqlə ora axın olmayacaq da. Məsələn, nümunə də demək olar. Abşeron iqtisadi Bakı şəhərində adam başına düşən 2024-cü ilin göstəricilərini deyirəm sizə. Adam başına düşən ümumi daxili məhsul, adam başına həcmi 23.600 dollardır. Bizim ən zəif bölgələrimiz, iqtisadi bölgələrimizdən biri deməli Lənkəran Astara bölgəsi hesab olunurdu. Cənub bölgəsi və bir hissəsi də. Orada adam başına düşən ümumi daxili məhsulun həcmi nə qədər olsa yaxşıdır? 1500 dollar. 1500 dollar və 23.600 dollar. Fərq nə qədərdir? 15-16 dəfə. İndi deməli orada yaşayan Fatma Nisə xala, Məmməd Hüseyn əmi Bakıdakı həyat tərzinə uyğun deyil də. Bu məntiqlə nəyə gətirib çıxarır? Bu demoqrafik uçurum riski yaradır da. Ona görə də mən demirəm ki, bu ideal bir həddə hər zaman çatdırmaq olar və dünyada, məsələn, Amerikada belədir, Böyük Britaniyada belədir, Avropa Birliyi ölkələrində belə. Onlarda da nisbət var. Nisbət nisbi xətalarla baş tutur. Bizdəki mütləq və əhəmiyyətli, fundamental fərqlərlə nəzərdə tutulur. Ona görə də biz o regional problemləri, paytaxt və regional siyasətin elə uğurlu bir kombinasiyasını tapmalıyıq ki, bizim iqtisadi inkişafımız oradadır. Başqa yerdə axtarmaq lazımdır. Mütləq bir müddətdən sonra paytaxtımızda hasilat prosesi bitir. Neft də bitir, qaz da bitir, təbii qızıl indi Kəlbəcər və digər bölgələrimizdə vardır. Deməli, ümumiyyətlə Bakının təbiətin hədiyyəsi hesabına böyüməsinin biz məhdudlaşdırmalıyıq, limitləşdirməliyik. Bölgələrin iqtisadi inkişafı üçün fürsətləri artırmalıyıq. Ailədir. Və biz bu günləri Qarabağa böyük qayıdış həyata keçiririk. Yəni hər gün demək olar ki, ora köç və belə görürük ki, biz ümumiyyətlə bizim bölgələrimizə bir qayıdış proqramı eləməliyik. Tək Qarabağa yox, digər bölgələrimizə. İndi bayaq vurulur, Naxçıvanda bütün vergilər ləğv olunur, gəlirdən belə bir artıq qərar qəbul olunub. Siz də yəni belə bu addımlar hansısa bir dirçəlişə səbəb ola bilərmi? Məsələn, Naxçıvanda tətbiq olunması. Buna birmənalı yanaşmaq ki, hər məsələ nəticəsi mütləq qara olacaq, neqativ olacaq. Bu da bir iqtisadi proseslərə yalnız nə qara eynəklə baxmaq doğru yoldur, nə də ağ eynəklə hər şeyin yaxşı olması haqqında bir hekayə yaratmaqla da. Amma hər halda o siyasət başqa institusional idarə etməklə əlaqələndirilməsə, onun da effekti olmayacaqdır. Deməli, bu siyasətin həyata keçirilməsi elə bir uğurlu bir siyasət istiqamətləri müəyyənləşməlidir ki, biz oradan gözləntilərimiz biraz optimist olsun. Məsələn, siz orada investisiya üçün hansı cəlb edici mühit faktorları yaradırsınız ki, gözləntiləriniz böyük olsun. İnvestisiyanın əsas 4 mühit faktoru var da. Siyasi mühitdir, iqtisadi mühitdir, sosial mühitdir, bir də hüquqi mühitdir. Hüquqi mühit olmalıdır ki, siz ayrı seçki etməməlisiniz. Məhkəmə hüquq sistemi hansısa bir sahibkar orada yerli icra hakimiyyətinin rəhbərlikdə olan bir şəxsin qardaşı oğlunun biznesi ilə orta statistik vətəndaşın biznesi arasında heç bir diskriminasiya etməməlidir. Bunu edə bilirik, yoxsa yox? Və yaxud da ki, köhnələr getdi, yenilərini də yarat. Yeniləri ümumiyyətlə necə yaratmaq istəyirsiniz? Onun mənbəyi hardadır, gücü hardadır, məhsuldar qüvvələri hardan tapacaqsınız? Bax, deməli, siz investisiya mühitini elə yaratmalısınız ki, o investisiya potensialına gətirib çıxarsınız. İnvestisiya potensialını yaratmaq üçün siz təşviqlər formalaşdırmalısınız. Təşviq necə formalaşır? Sahibkarın marağına toxunmaq hesabına. Onun marağını siz idarə edə bilsəniz, onun marağına toxunsanız, siz görəcəksiniz ki, tamamilə sahibkarlar daha çox məhsul istehsal etməsi üçün belə deyək, yarışa və rəqabətə giriblər. Amma onların, siz inandırım ki, elə bölgələrimizdə də çox zəngin insanlar var. Onlar Rusiyada yaşayırlar, onlar Orta Asiyada yaşayırlar, onlar Türkiyədə yaşayırlar. Onlar həm yaxınlarına kömək etmək üçün, həm burada bir yalnız institusional bir bağlantı yoxdur da, həm də bir sosial bağlantı var. Ətrafı, qohum-əqrabası, yaxınlarına kömək etmək, xeyriyyətçi olmaq, faydalı olmaq məqsədi ilə də onlar iş görə bilərlər. Amma ümumiyyətlə bizim bölgələrimіздəki
icra başçıları o qədər kəndxuda təfəkkürü ilə idarə ediblər ki, onlar inana bilmirlər ki, məsələn, onlar investisiyası ilə gəlsə bölgələrə, məsələn, yerli icra hakimiyyəti rəhbərliyində olan şəxslər onların məsələn özlərinin qara siyahısına yazmayacaqlar. Bu düşüncə tərzi dəyişməsə, investor heç vaxt gətirib ora investisiya qoymaz. İnvestisiya bilirsiniz nədir? İnvestisiya hürkək bir quşdur. Onu hürkütsəniz uçacaq. Sərmayənin öz təbiəti var. İnvestorun öz davranışı var. Onlar rasional təsbit istəyirlər. Onlar sizdən şeir deməyi, yerli mal istehsal olunsun, xeyir vətənə qalsın, şüarı, bu tipli şüarlarla idarə olunur. Onlar o cür anlayışla qəbul etmirlər. Çünki o qədər sərvəti, təbii ki, indi müəyyən bir hansı yollarla toplananlar da var, amma zəhməti, investisiya layihəsi, uğurlu biznesləri ilə qazanan insanlar da var. Onlar da bunu havaya qazanmayıblar. Onlar məsələn Rusiyada, Avropada rəqabətli mühitdə pulu qazanıblar. Deməli onlar sıradan ağılsız insanlar da deyillər. Ona görə də bu problemlərin həll olunması üçün bizim vətəndaşlarla idarə edənlər arasında bir sinergetik bağlılıq olmalıdır. Bu bağlılıq uzun müddətli yoxdur. Bu bağlılığı yaratmasaq bu problemi həll edə bilməyəcəyik. Demək ki, kökündən bir baxışlara dəyişiklik baş vermir. Çünki cənab prezident də hər dəfə görüşəndə icra başçılarına tapşırıq qoyur ki, bölgələrə investisiya cəlb edin. Və investisiya cəlb etməyin də yolları sizə sadalığınız kimi, yəni inandırmaq lazımdır. Belə deyək də, ora həmin şəxsləri məhz inandırmaq lazımdır. Bax, bu kontekstdə mən bir də turizmlə bağlı məsələni vurğulamaq istəyirəm. Biz bu günlər artıq bütün suveren bir Azərbaycanın ərazisində bütün hər bir güşəsində bir turizm obyekti yaratma olur və görünən odur ki, bütün dünyada belə deyək, xırda turizm obyektləri inkişaf etdiyi bir dövrdə biz hələ də böyük otellər tikilir, nəhəng infrastruktur yaradılır, hansı ki bir çox halda boş qalır. Yəni bir növ görüntü üçün yaradılan sanki bir mənzərədir. Buna bağlı istəyirəm bir danışaq ki, bəlkə biz hansısa bir xarici belə deyək də konsalting şirkətlərinə danışaq, onlar məsləhət görsünlər ki, harda hansı turizm necə inkişaf etdirək ki, biz daha effektiv olsun. Turizmin inkişaf etdirilməsi mənə elə gəlir ki, məsələn turizm şirkətləri özləri hara investisiya qoymaqlarını onlar yaxşı bilirlər. Onlar onun üçün bazar araşdırmaları edirlər. Ondan sonra onların müxtəlif biznes əməliyyatları həyata keçirirlər də. Bu da outsourcing edirlər, franchising edə bilirlər. Çoxlu sayda və nəticədə görəcəksiniz ki, onlar hansı bir işləri görə bilirlər. Problem ondan ibarətdir ki, onların harda uğursuz olsa bazar onları cəzalandıracaq. Bizim əsas problemlərimiz idarəçilikdə olan insanların onlara ögey münasibətinin olmamasıdır. Yoxsa onlar ondan gileylənmirlər ki, mən məsələn biznes strategiyam səhv olubdur. Bazar payımı artırılması üçün bir siyasət qurmuşdum, strategiyam var idi. Amma gördüm ki, bazar payım artmadı, azaldı. Onlar onda bazar onları cəzalandırır da. O onların özünün məsuliyyəti hesabı olunur. Biz deməliyik ki, məsələn, sizi kim cəzalandırdı? Sizi yerli icra nümayəndəliyi cəzalandırdı, yerli vergi orqanları cəzalandırdı. Əgər onlar bu cəzanı özlərindən alsalar, biznesin həm daxili mühit amilləri var, həm də xarici mühit amilləri var da. Daxili mühit amilləri odur ki, sizin kadrlarınız güclüdür, kapitalizasiyanız böyükdür, rəqabət imkanlarınız çoxdur. Nəticədə sizin uğur hekayələrinizin biznesində əsas səbəbi və səbəbkarı özünüzsünüz. Bir də vardır ki, biznesin xarici mühit amilləri olur. Məsələn, sizin iradənizdən asılı olmadan xarici faktorların aktivləşməsi hesabına siz imkanlarınızı itirə də bilərsiniz, qazana da bilərsiniz. Necə olar? Məsələn, qlobal iqtisadi böhran ola bilər, siz onu proqnozlaşdıra bilmirsiniz. Pandemiya ola bilər, siz onu proqnozlaşdıra bilmirsiniz. Dövlətin fiskal siyasətində hansısa bir korreksiyalar ola bilər. Dövlət deyir ki, vergi yükümü artırıram. Nə bilim, hansısa bir siyasət ola bilər. Bunun əsasında sizin həqiqətən uğursuzluğa düşmə ehtimalınız var və ya gəliriniz azalması ehtimalı var. Onlar artıq xarici mühit faktorlardır. Bizim biznesin əsas ölkəmizdə biznesin çökmə və zəif inkişaf etməsinin səbəbi
daxili mühit faktorlarına digərlərinin müdaxilə etməsidir. Əgər bu problemi biz həll edə bilsək, bizim artıq biznesin problemi olmaz. O ki, qaldı turizmə, turizmlə bağlı məsələ belədir. Biz ümumiyyətlə bilməliyik ki, biz hansı iqtisadiyyat qururuq? Yəni, biz iqtisadiyyatımızın ukladını daha çox turizm üzərində qururuq, kənd təsərrüfatı üzərində qururuq, neft və qaz sektoru üzərində qururuq, yoxsa IT sahəsində qururuq. Biz onun üçün hədəflərimiz olmalıdır. Məsələn, siz epizodik hansısa bir idman yarışmaları, musiqi yarışmaları üzərində turizm hekayəsini qurmaq istəyirsə, bu biraz dominant olmayacaq. Bu uzun müddətli turizmin gəlirləri üçün sabit maliyyə qaynaqları olmayacaqdır. Siz bilməlisiniz ki, ümumiyyətlə bu ölkəyə kimlər maraq göstərir? Hansı vətəndaşlar? Biz bölgədə, regionda hansı ölkənin şirkətləri ilə rəqabət içərisindəyik? İndiki halda biz Türkiyə ilə, bir də Gürcüstan turizmi ilə rəqabət içərisindəyik də. Bizim onlardan əlahiddə hansı üstünlüklərimiz, hansı coğrafi imkanlarımız, landşaf, burada kənd turizmi növləri, bunları edə bilərik ki, onların edə bilmədiyini, məsələn, siz Gürcüstanla, Türkiyə ilə müqayisədə, Gürcüstanla müqayisədə dəniz ətrafında turizm infrastrukturu yaratsanız, bir çox hallarda faydalı olmaya da bilər. Çünki o sahədə həmin ölkənin şirkətləri kifayət qədər təcrübəlidirlər və uzun müddətli 10 illərdir ki, dünya müxtəlif qitənin o başına da turistləri məsələn, dəniz ətrafındakı infrastruktura cəlb edə bilirlər. Siz elə bir, məsələn, turizm üçün elə bir sahələr müəyyənləşdirməlisiniz ki, bunun üzərində turizmi yarada biləsiniz. Bax, bunu yarada bilmişikmi? Məsələn, tarixi bir hekayələrlə. Bax, Qobustan qayaları və ona bənzər, indi düzdür, indi deyə bilərlər ki, Topqapıda da o tipli qədimliyə, arxaik dövrə söykənən, tarixi qaynaqlardan güc alan turizm elementləri də var. Var. Amma bu tarixi keçmişdən gələn, o tarixi retrospektiv baxış hər ölkə üçün spesifikdir. Məsələn, bizim üçün spesifikdir. Osmanlı İmperiyası üçün spesifik, başqa cürdür. Ona görə də demək olmaz ki, onlarda varsa da bunu heç vaxt edə bilmərik. Baxır ki, biz nə etmək istəyirik də, bu çox önəmli məsələdir. Bir də Mehmet bəy, Qarabağın dirçəlişi də bugün prioritet məsələlərdən biridir. Amma eyni zamanda da növbəti ilin büdcəsində görürük ki, ora ayrılan vəsait 2 dəfəyə yaxın azaldılır. Yəni orada tikinti bərpa şirkətlərinə. Ümumiyyətlə və burada belə bir pessimist yanaşma var ki, bir çox tikintiyə cəlb olunan şirkətlər var idi, hansı ki, bölgədə fəaliyyət göstərirdi. Onların, belə deyək də, bir növ işi 2 dəfə azalacaqdır. Bu istiqamətdə də bir ehtiyat edirlər. Necə düşünürsünüz? Yəni, amma eyni zamanda artıq 5 ildir ki, kifayət qədər vəsait qoyulubdur Qarabağa və oradan artıq müəyyən bir dividend əldə etmək mümkündür. Bax, bu növbəti illərlə buna bağlı necə proqnozundan ibarətdir? Murad bəy, məsələ ondan ibarətdir ki, biz açığı indiyə qədər Qarabağın işğaldan azad olmuş bölgədə həyata keçirdiyimiz tikinti, təmir, infrastruktur xərcləri 25 milyard manatın üzərində də artıq 30 milyarda yaxınlaşır və biz nə etmək istəyirik? Biz bununla infrastruktur yarada bilərik. Biz bununla yalnız dövlətin büdcə vəsaitləri hesabına iri, belə olmayan bir yerdə biz elə torpağın üzərində bir ölkə yaradırıq. Açığı bir var ki, nəsə ola yaradasınız. Düzdür, bunun üstünlüyü odur ki, siz özünüz nə istəsiniz yarada bilərsiniz. Artıq onun memarı siz olursunuz da. Bir də vardır ki, bu baxımdan sizin belə deyək, layihələriniz daha uğurlu ola bilər, daha fərqli ola bilər. Amma bir məsələ də vardır ki, biz bir rasional bir təhlil aparmalıyıq ki, nə qədər tutaq ki, büdcə ola bilər, ictimai vəsaitlər ola bilər, büdcədən kənar fondlar ola bilər gələcəkdə. Məsələn, Qarabağı bununla da maliyyə baxımına qədər qidalandıra bilərik. Bu biraz belə skeptik görünür. Biraz mən açıq buna şübhələ yanaşıram. Onda sual yaranır ki, yaxşı, ictimai vəsaitlər hesabına bunu həyata keçirmək istəyirsə, bu ayrı mövzudur. Biz Qarabağın infrastrukturu, təməl
belə deyək ki, infrastrukturunu elə qurmalıyıq ki, xarici investorlar və ölkədəki daxili investorların hökumətin əsaslı vəsaitlər hesabına qurulmuş iqtisadiyyatdan da kənar bir sahələrdə marağın cəlb edə bilək, Qarabağa daşıya bilək. Bax, orada ümumiyyətlə biz nə etmək istəyirik? Biz yaratdığımız o iqtisadiyyatda məşğul əhalini orada təmin etmək istəyirik. Yəni məşğulluğu iqtisadiyyatın ətrafına toplamaq istəyirik, yoxsa iqtisadiyyat üzərində məşğulluq qurmaq istəyirik. Bax, bu bizim səbəb-nəticə məsələmizə biz baxmalıyıq. Və yaxud da ki, biz orada daha çox Türkiyə investisiyasını, təbii ki, indi biz İsrail investisiyasının ora cəlb olunması üçün hansı fəaliyyətlər var, hansı təşviqlər var, bununla bağlı hansı işlər görülməsi planlaşdırılır, bununla bağlı hansı təhlillər var. Məşhur bir ifadə var da, deyir, tarlada izi olmayanın süfrədə üzü olmamalıdır. Məsələn, mən onun tərəfindəyim ki, Qarabağ müharibəsində Azərbaycana bütün mənalarda dəstək göstərən, maddi, maliyyə, insani dəstəyini göstərən birinci yerdə qardaş Türkiyədir, Pakistandır, İsraildir və bu ölkələrin investisiyasını bölgəyə daşıması çox vacibdir. Və eyni zamanda başqa Orta Asiya investisiyasına daşımaq olar. Böyük İpək yolu layihəsi həyata keçirilir, Zəngəzur dəhlizi və biz bu layihələr həyata keçirilməmişdən qabaq onun ətrafında artıq müəyyən bir siyasət konturlarımızı müəyyənləşdirməliyik ki, bunun hesabına, yəni Qarabağda qurulmuş o infrastrukturun üzərində əlavə investisiyalar da gəlsin. O gəlsə, bizim qoyduğumuz həmin o infrastruktur üçün investisiyanın tamamilə parıldama effektini daha da artıra bilərlər. Amma əgər biz bunu edə bilməsək, ola bilsin ki, ora yaxşı bir şəhər olacaq, gözəl bir meşəlik olacaq, yaxşı bulaq olacaq. Biz onun üçün oranı qurmamışıq da yəqin ki. Biz orada yalnız insanlarımızı ora qaytarmaq üçün qurmamışıq. Həm də onun üçün qurmuşuq. Biz onun üçün qurmuşuq ki, məsələn, 70, 80, 60-cı illərdə Şuşanın, Laçının, Xankəndinin möhtəşəmliyini özümüzü və dünyaya nümayiş etdirək ki, həqiqətən biz sıfırdan ölkə quran milləti, müharibəni udan milləti və müharibədə layiq olaraq yaşamağı təmin edən millətik. Təşəkkür edirəm mən sizə Mehmet bəy. Ümid edirəm ki, bir növbəti ildə biz müzakirə edəndə burada iqtisadi məsələləri artıq əldə olmuş bəzi nəticələrlə artıq danışacağıq. Çox sağ olun, minnətdaram sizə. Növbəti verilişlərə qədər. Çox sağ olun. Mən də dəvət üçün sizə təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Sağ olun. Sağ olun. Yurttaşın bu verilişində də biz çalışdıq bölgələrdə iqtisadi durumu müzakirə edək və sizdən ricamız ondan ibarətdir ki, bu videonun şərh bölməsində düşündüyünüz, qarşılaşdığınız problemlər barədə qeyd edəsiniz və növbəti verilişlərdə onlarla bağlı müzakirə asa bilərdik. Çox sağ olun.